əsas suallardan biri də budur ki, necə oldu bəs Trump Netanyahu bu icazəni verdi? Çünki Trump Netanyahu'ya bir müddət öncə məsləhət görürdü ki, hələ qarışma, hövsələli ol, İranla biz danışıqları aparıq, nəticəsini gözlə. Amma görəndən sonra ki, nəticə olmur, üstə gəldi Trump'ın xarici siyasəti elə bir uğuru yoxdur. Rusiya-Ukrayna müharibəsində verdiyi vədlərin əksini olaraq dayandıra bilmədi. Düşündü ki, burada da uğursuzluq olsa danışıqlarda nəticə əldə eləməsi bu onun belə reytinginə daha mənfi təsir edəcək. Ona görə yaşıl işıq Benyamin Netanyahu'ya yandırdı və İsrail əgər bu hərbi zərbələr nəticəsində İranı uranı zənginləşdirmədən bir dəfəlik məhrum edərsə, Trump bunu da özünün uğuru kimi qələmə verəcək. İsrailin iki hədəfi var bu zərbələrin. Birinci hədəfi odur ki, dediyim kimi, İranı elə bir vəziyyətə gətirmək ki, İran uranı zənginləşdirə bilməsin bir daha. Bu birinci məqsəd. İkinci məqsəd də rejimi dəyişdirməkdir. Bilirsiniz, İsrail bu hərbi plan üzərində bəlkə də aylardır, illərdir çalışır. Bunun hərbi tərəfi də var, siyasi tərəfi də var. Məsələn, təsəvvür edin, kəşfiyyatı, yəni dronları İran ərazisinə keçir. Bu, Ukrayna-Rusiya ərazisində həyata keçirdiyi son əməliyyata başlayıb. Bəlkə də İsrailin bu əməliyyatı belə sürətləndirilməsində Ukrayna amili də öz rolunu olub. Niyə? Çünki Ukrayna-Rusiya ərazisində dronları keçirib əməliyyat keçirəndən sonra bunu İran da araşdırmağa başlaya bilərdi ki, bəlkə mənim də əsas düşmənim Ukrayna kimi bunu edə bilərmi? Ona görə bunun üstü açılmasın deyə İsrail xəfiyyə şəbəkəsi o dronları yerləşib və düyməyə də basıb. Və hadisələr onu da göstərir ki, bu illərdə İran kəşfiyyatı olsun, əks kəşfiyyatı olsun, İrandakı İsrail xəfiyyəsini belə neytrallaşdıra bilmədi. Əsas düşmənidir, ümumi sərhəddi də yoxdur. Amma İsrailin ən güclü xəfiyyələri məhz İrandadır. İran dövlət məmurları arasında, hərbçiləri arasında. Təsəvvür edin, asanlıqla dronları keçiriblər İran ərazisinə. Deməli, bundan öncə də 15 il ərzində uranı zənginləşdirən mərkəzdə neçə alimini öldürmüşdü İsrail xəfiyyəsi İranda. Bununla da bacarmadı. Üstəgəl İranın cavabı da heç nəyə həll etmədi. Cavab da, yəni atdığı dronların heç bir İsrailə gəlib çatmadı.